Salam qoçlar, hər biriniz xoş gördük mənim kanalımda. Sizin üçün mart ayına baxıram. 2026-cı ilin. Görə bizim qoçlarımız mart ayında nələr gözləyəcək. Mart qoçlarının ad günü təbrik edirəm. İnşallah ki bu yaşınız, yeni yaşınız sizə uğurlu olar. Qoçlar üçün mart ayının enerjisi. Dekadalar. İş axtaranlar üçün bir kart, sevgi gözləyənlər üçün bir kart, problemləri olanlar üçün bir kart və məsləhət kartı. Burada qoçlar üçün çox gözəl kartlar düşür və böyük arkan da var. Deməli, qoçlar, ən çox da martın axırına düşür bu böyük arkan. Nəsə həyatınızda dəyişikliklər yaşanacaq. Mart ayının enerjisinə 7-ci pentakli. Pul qazana biləcəksiniz, ruziniz, bərəkətiniz var və bu pulu elə xərcləmək istəyirsiniz ki, bəlkə də kreditiniz var, ipotekanız var, borcunuz var, bəlkə də elə bölüşdürmək istəyirsiniz ki, pul balansı itməsin. Bu biraz sizi düşündürəcək. Amma yenə də deyirəm, pis kart deyil. 7-ci pentakli həmişə pulsardan, yəni sıxıntınız olmayacaq. Sonra isə Koroleva kubkov. İstədiyiniz yeri tutmağı bacarmısınız. Mart ayının əvvəlində. Hətta ola bilsin ki, iş yerində mükafat da ala bilərsiniz. Sizi işinizə görə, təcrübənizə görə, biliyinizə görə mükafatlandıracaqlar. Sizə dəyər verirlər bir sözlə. Bəlkə də vəzifəniz artacaq. Çünki burada taxtdır. Siz yəni buna layiqsiniz. Bu biliyinizə, bacarığınıza görə. Sonra 8-ci pentakli düşür. Bəlkə də vəzifəniz artırılacaq. Ona görə maaşınız da artırılır. 8-ci pentakli əgər mart ayının enerjisinə 7-ci pentakli düşürsə, təsəvvür edin 8-ci mart ayının ortasında artıq da get-gedə ruziniz, bərəkətiniz, qazancınız artır. Bu da sizin bacarığınıza görə. İnsanlar sizi seçir, sizə dəyər verir. Sizin bu biliyinizə, bacarığınıza görə. Başqalarına nisbətən siz bu nə işdən yapışırsınızsa, o işinizin ustasısınız. Ona görə ruziniz get-gedə artar. Martın axırına Verxovnaya Jritsa. Böyük arkandır, həm də güclü arkandır. Ola bilsin ki, siz özünüz beləsiz, qoçlar. Bu həm də sizin kartınızdır. Enerji sarıdan elə anlar yaşana bilər ki, elə məlumat ala bilərsiniz ki, yuxarıdan böyük qüvvələr yaradan, bəlkə də hissiyatınız açılacaq, görmə qabiliyyətiniz. Hətta deyərdim ki, sirli bir aləmə də aid olan məlumatlar ala bilərsiniz. Bir ekstrasens kimi də, yəni bunu hər adama yuxarıdan göstərmirlər, çatdırmırlar. Ola bilsin ki, da mart ayının sonunda siz belə olacaqsınız, güclüsüz. İş axtaranlar üçün Paşkovkov. Bəli, çox qoçlar iş tapa biləcək. Sevgi gözləyənlər üçün Smert kartı düşür. Hisslərə hələlik burada işarə yoxdur. Problemləri olanlar 6-cı meçi. Çox qoçların ailəsində problem ola bilsin ki, olacaq və yaxud ailəsi ilə bağlı ola bilsin ki, yerinizi dəyişəcəksiniz, harasa köçməyə qərar verirsiniz. Hansısa söz-söhbətlərə görə, bəlkə qonşular arasında, bəlkə qohumlar arasında bu nədirsə siz bilirsiniz və qərar verirsiniz ya bir şəhərdən başqa şəhərə və yaxud bir kənddən başqa kəndə, hər nədirsə də yeriniz dəyişəcəksiniz, yaşayış yerinizi, ailəlikcə bir yerdə. Məsləhət kimi 4-cü kubki,
Ola bilsin ki, sizə qıraqdan təkliflər olunur və siz bunu qəbul etmək istəmirsiniz. Amma məsləhət kimi dərindən düşünün. Bu nə təklifdirsə sizin xeyrinizə ola bilər. Bu təklif sizin həyatınızı dəyişdirə bilər. Ona görə də düşünün. Məsləhət kimi belə bir kart düşdü qoçlar. İnşallah mart ayı sizin üçün uğurlu olar. Müsbət kartlar düşür hələ ki. Hamınıza uğurlar arzulayıram. Sağ olun.